Fuad Nəcəflinin dövlət başçımıza qarşı elədiyi tərbiyəsizlik və imicinə xələl gətirən o boyda cəmaatın içində elədiyi o tərbiyəsizliyə qarşı dövlət hüquq mühafizə orqanlarından və prezident aparatına, Dövlət Təhlükəsizlik, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin hamısına müraciət eləmişəm ki, tədbir görülsün, araşdırılsın və müavinlərin yanında elə bir dövlət başçısına qarşı, imicinə qarşı xələl gəlməsi, o ifadələri yenə deyirəm, təkrar işlətmək istəmirəm və onun haqqında araşdırma başladılsın. Və bir də təzədən mənim şikayətlərim bir də təzədən Fuad Nəcəflinin üzərinə göndərilir ki, get bu qazidən təzədən bir də acıq çıx bu qazidən. Biraz başqa da daha da artıq denə, ölkə başçısına qarşı daha da tərbiyəsizlik elə, ölkə başçısının imicinə daha da xələl gətir, daha da bir tərbiyəsizlik elə. Mən də gedim o mənə daha da sıxsın, istəyir ki, məni də məsələn tərbiyəsizlik eləyim. Olmaz axı. Bu tədbir görün də, bu Fuad Nəcəfli haqqında tədbir görün də. Axı mənim evimi, mülkümü, bütün əmlaklarımın sökülməsinin və bugünkü gündə onu uzandırın, süründürməsi çalan və bu işin başında duran Fuad Nəcəflidir da. Mən də bir problemlərim hall olsun, bitsin də bu məsələ, bitsin bu məsələ. Və bu sökənlə, bu Fuad Nəcəflinin sündürməsi ilə çalıb, məni bu zülmə salan Fuad Nəcəfli ilə nə fərqi var ki?